Hər vaxtınız xeyirli olsun, dəyərli, gözəl insanlar. Bu günləri mən sizə yeni çıxan kitabımı tanıtacağam və o kitabın içərisində də mən sizə bir neçə hissəni oxuyacağam. Bu kitabı mən təbii ki tək yazmamışam. Bu kitabı yazanda yapay zəkadan istifadə eləmişəm. Yəni yalandan oturum deyim ki, bunların hamısı mənim beynimdən çıxıbdı. Yox, olmaz. Bu examen civic nə deməkdir? Bilirsiniz, Fransada artıq 2026-cı ildən etibarən bu vətəndaşlıq məsələləridir, ondan sonra oturum izninin uzadılması məsələləridir. Bütün bunlar üçün examen civic deyilən suallar verilir. Məcburi olaraq bu imtahanı keçməlisiniz. Bu imtahan pullu imtahandır və bu imtahanı kompüter üzərindən keçirsiniz. 40 dənə sual olur. Həmin o suallar Fransa dövlətinin qayda qanunlarıdır. Nə bilim Fransa dövlətində necə yaşayırıq, Fransa dövlətinin atributlarıdır, ondan sonra simvollarıdır, şüarlarıdır. Bütün bunlar haqqında olan suallardan ibarətdir və eyni zamanda da həmin o 40 sualın içərisində mise en situation sualları olur. Məsələn, deyir ki, tutaq ki, qonşunuz gəldi sizi vurdu. Yəni həqiqi vəziyyətlər göstərir sizə. Sual verir ki, siz həmin vəziyyətdə nə etməlisiniz? Tutaq ki də. Və mən bu kitabın içərisində 400 dənə sual qoymuşam. Həmin o 400 dənə sualdan əlavə 10 dənə seridir də. Yəni 10 dənə seri, hər birinin içərisində 40 dənə sual vardı. Və hər dəfəsində sualların düzgün cavabları verilir. Eyni zamanda düzgün cavabın Azərbaycan versiyası verilir. Mən indi bu videolar sayəsində çalışacağam hər dəfəsində bir 10 dəqiqəlik, 15 dəqiqəlik video çəkim. Həmin o 10-15 dəqiqəlik videoda həm o serinin başındakı izah etmə mətnini birlikdə oxuyaq. Eyni zamanda da bir ya iki dənə suala baxaq. Bir də axırdakı o mise en situation, həqiqi vəziyyət suallarına baxaq. Yəni artıq ikinci videomuzda indi mən biraz izah elədim. İkinci videomuzda da belə uzun danışmayacağam. Hardasa 2 dəqiqəlik izahat gəldi, amma ikinci videomuzdan etibarən birbaşa başlayacağıq. Seri tutaq ki, ikinci seriyə keçirik. Hədə yəni belə olacaqdır. Məlumatınız olsun. Belə başlayır kitab. Heç nə, kitabın adı Examen Civic'dir. Bu kitabı bu arada onlayn olaraq Amazondan ala bilərsiniz. Axırda həmin o kitabın linkini də mən paylaşacağam. İstəsəz rahat bir şəkildə kitab şəklində də ala bilərsiniz. Özünüz də oxuya bilərsiniz. Amma almağa məcbur deyilsiniz. Çünki zaten mən bu kitabı incələyəcəm, 10-15 dənə video çəkəcəyəm. Heç nə, burada biraz izah edir ki, kitabı izah edir də, qısacası kitabda nələr yazılıbdır və s. və ilaxır. Mündəricata gəlirik. Mündəricatda görürsünüz serilər vardı. Bir də ki, izahatlar vardı. Hər dəfəsində seri var, izahat var, seri var, izahat var. Sonra 40 dənə sual var, sonra da onun şeyi var. Həmin o sualların cavabları var. İndi birinciyə girək. Les valeurs et principes de la République française. Fransanın dəyərləri və fundamentləri, belə deyək də. Fransız hissəsini oxumayacağam. Azərbaycan hissəsində birbaşa keçirəm. Deməkdir ki, Fransa Respublikası əsas dəyərlər üzərində qurulmuşdur. Bu dəyərlər konstitusiyada və qanunlarla təsbit olunmuşdur və Fransada yaşayan hamıya şamil olunur. Yəni qısacası mən Fransada yaşayıramsa, əgər mən fransız vətəndaşı deyiləmsə belə, pardon, bu qanunlar mənə də şamil olur. Sonra da vətəndaşlıq imtahanı deyilən bu examen civic-də yoxlayır görək bu dəyərlərin nə olduğunu bilirəmmi? Həmin o dəyərlər gündəlik həyatda necə tətbiq eləyirəm? Və bir də ki, Fransada yaşayıramsa, dövlət məndən nə gözləyir? Belə. İndi burada mütləq bilinməli məqamlar vardı. Həmin məqamlarda nə deyir? Fransa Respublikasının şüarları
3 dənə şüarı vardı. Azadlıq, bərabərlik, qardaşlıq. Fransızcada nədir bu? Liberté, égalité, fraternité. Fransa respublikadır, bölünməzdir, dünyəvidir, layiqdir, demokratikdir və sosial dövlətdir. Bu da o deməkdir ki, qanun qarşısında hamı bərabərdir, dövlət dinlərə qarşı bir tərəfdir, qadınlar və kişilər eyni hüquqlara malikdir və hər kəs qanunlara əməl etməklə azaddır. Hər kəs qanunlara əməl etməklə azaddır. Yəni sən qanunlara azadsan, amma qanunlarda əməl eləməlisən, onu demək istəyir. Azadsan, amma qanunlar çərçivəsində azadsan. Yəni qanundan çıxa bilməzsən də. Yəni qısacası durub azadam deyə durub gedib kimisə vurub döyüm, öldürüm, elə şey eləyə bilmərəm də. Bunu demək istəyir. İndi birinci suala baxaq. İki dənə suala baxacağıq. Birinci sualımız budur ki, deyir, quelle est la devise de la République française? Fransanın şuarı nədir? Şuarı nədir? Döviz şuar deməkdir. Fransa Respublikasının şuarı nədir? A variantı travail, famille, patrie, iş, ailə, vətən. B variantı liberté, égalité, fraternité, azadlıq, bərabərlik, qardaşlıq. C variantı P, justice, solidarité, sülh, ədalət, həmrəylik və D variantı unité, nation, loi. Birlikdəlik, nation nədir? Nation sözünü Azərbaycanca unutdum nə deməkdir. Loi, qanun, nation, Nations Unies deyək. Birləşmiş Ştatlardır, yox, nation. Dayan deyəcəm, tapacam. Nation şey deməkdir. Tapa bilmədim, yadıma düşmədi. Gərək Google-da baxacam deyim. Google-da baxaq da. Videonu da burada dayandırmıram. Yəni videonu dayandırıb burada fırıldaq da eləyə bilərəm ki, mən hər şey bilirəm. Amma düzgün olmaz. Millət deməkdir nation hardasa. Ulus deməkdir. Ulus, millət yox, ulus deməkdir. Nation, ulus. Tamam. Hətta D variantında deyir ki, unité, birlikdəlik, ulus və hüquq. İndi burada bizim düzgün cavabımız bayaqlarda oxuduq. Liberté, égalité, fraternité olacaqdır. Liberté, égalité, fraternité. Azadlıq, bərabərlik və qardaşlıq. İkinci suala baxırıq. La France est un état. Deyir ki, Fransa necə bir dövlətdir? İndi burada 4 dənə cavabımız var. A variantı religieux, dini dövlətdir. Federal dövlətdir. Federativ dövlətdir. C variantı laik. Laik Azərbaycan dilində dünyəvi deməkdir. Eyni zamanda laik də deyirik buna biz. D variantı konfessionel. Konfessionel də dini deməkdir. Burada bayaq da oxuduq. Fransa dövləti laik dövlətdir. Laiklik nə deməkdir bəs? Laiklik o deməkdir ki, dövlət dinlərə qarşı bir tərəfdir. Yəni demir ki, hansısa dini üstün tuturan və s. kimi bir şey demir. Din dövlətdən ayrıdır yəni. Dövlətin dindən işi yoxdur. 2 dənə sual. İndi axıra gedək bu cavablarına da baxaq. Siz görün də kitab necə olubdu, necə quraşdırmışıq kitabı. Sonra da 2 dənə də mise en situation şeyinə baxaq. Demək, sualların cavabı sonra, axırda elə bir 40-cı sualdan sonra sualların cavabı gəlir. La devise officielle de la République française est liberté, égalité, fraternité. Deyir ki, Fransa Respublikasının rəsmi şüarı azadlıq, bərabərlik və qardaşlıqdır. Cavabı veribdir, bunu oxumaq lazımdır. İkinci sualımızda. La France est un état laïque, l'état est neutre vis-à-vis des religions. Fransa dünyəvi dövlətdir, dövlət dinlərə qarşı bir tərəfdir. Bu belə. İndi mise en situationlara gedək. 2 dənə də mise en situation eləyək, ya da bir dənə də mise en situation eləyək. Demək, birinci sual. Deyir ki,
Donc vous avez un conflit avec un voisin à cause du bruit. Que devez-vous faire en priorité? Deyir ki, sizin qonşunuzla bir konfliktiniz vardı, çünki səs-küy məsələsi var. İndi bunu tam izah eləməyibdi. Səs-küyü qonşunuz mu salır? Yəqin ki, qonşunuz salır da, ona görə konflikt yaranıbdı. Siz prioritet olaraq nə etməlisiniz? Yəni qonşu səs-küy salır, konfliktdəsiz də. Prioritet olaraq nə etməlisiniz? Birinci deyir ki, répondre par la violence. Siz də ona qarşı şiddətlə cavab verməlisiniz. B variantı, ignorer totalement. Fikir verməməlisiniz. C variantı, chercher le dialogue calmement. Sakit bir şəkildə dil tapmağa çalışmalısınız deyir. Və D variantı da menacer le voisin. Qonşunuzu hədələməlisiniz deyir. Burada mən cavaba baxmamışam, amma ən məntiqli gələn budur da. Chercher le dialogue calmement. Dil tapmağa çalışmalısınız. Məncə bu olar. İndi axıra gedək cavaba baxaq görək cavabda nə deyir. Aha, cavabda da C variantını deyir, elə onu deyir. Le dialogue est toujours la première solution. Deyir ki, dialoq ilk və düzgün addımdır. Hə, belə. Dostlar, da çox uzatmayacağım yormamaq üçün. Hər dəfəsində çalışacağam bu tipli videolar çəkim. Bu videoların içərisində hər dəfəsində nə bilim, hər seridən bir dənə sual götürəcəyik. Seri dediyim şey 10 dənə test bankıdır da, elə hesablayaq. Birinci bank, ikinci bank, üçüncü bank. Gələn dəfə ikinci banka girəcəyik. Burada qadın kişi haqları, bərabərlik və s. haqqında danışacağıq. Hər dəfəsində 2 dənə sual götürəcəyik, baxacağıq, izah eləyəcəyik. 10 dənə videomuz olacaq nəticədə. Tamam. İndi kitabı hardan ala bilərsiniz, onu göstərim mən sizə. Kitabı mən paylaşmışdım şeydə. Facebook hesabımda paylaşmışdım. Hətta burada qrupda da elə bir an paylaşmışdım. Attends. Comment je peux faire? Aha, kitab budur. Kitab Amazonda vardı. Examen civique en français, 4 questions corrigées. İstəsəz bunu taparsınız. İstəsəz kitabın linkini də zaten bu videonun altına qoyaram. 2 dənə versiyası vardı. Biri lap belə kardon şəkillidir. Kardon şəkillini 40 avroya satırıq. Normal biraz zərif olanda 36 avroya satırıq. İndi qiymətin belə yüksək olmağına baxmayın. Hardasa bunun print olunması üçün 22 avro falan gedir. Göndərilməsi üçün müəyyən qədər pul gedir. Yəni buradan mənə çox pul qalmır da, onu demək istəyirəm. Sadəcə olaraq ən asan yolu Amazonda paylaşmaq idi. Amazonda mənim artıq ikinci kitabım da çıxır. Ona görə də başqa yolu yox idi. Ümid edirəm məni başa düşərsiniz və ümid edirəm ki, kitab hər hansı bir işə yarayar. Bunu buradan da deyim. Bilirəm ki, məni izləyən və səhvlərimi axtarıb tapmağa çalışan bəzi gözəl insanlar vardı. Həmin o gözəl insanlara demək istəyirəm ki, bu kitabın ilk versiyasıdır. İçində hər hansı bir səhvlik falan tapıb eləsəz, ilk öncə gəlin mənə deyin, o səhvlikləri ikinci nəşrdə düzəldək. Kömək eləmək istəyirsinizsə. Oldu. Sağ olun, özünüzə yaxşı baxın. Hələlik. Tamam.